Gündəlik nə qədər su içməli olduğumuzu sadə bir düstur vasitəsilə hesablamaq mümkündür. Mütəxəssislərin sözlərinə görə, yetkin insanlar üçün tövsiyə olunan gündəlik maye qəbulu hər kiloqram bədən çəkisi üçün 30-35 ml təşkil edir. Bu hesablamaya əsasən çəkisi 70 kiloqram olan bir insan üçün optimal gündəlik maye həcmi 2,1-2,5 litr arasında dəyişir. Bu göstəriciyə yalnız təmiz su deyil, həmçinin şorba, tərəvəz və meyvələrdən alınan maye də daxildir. Amma bəzi hallarda gündəlik norma artırılmalıdır. Fiziki aktivliyin artması, isti hava şəraiti, qızdırma, ishal və ya sidikkovucu preparatların qəbulu zamanı maye qəbulu əlavə olaraq 0,5-1 litr artırılmalıdır. Bununla yanaşı, böyrək və ya ürək çatışmazlığı kimi bəzi xroniki xəstəliklərdə qəbul edilən mayenin miqdarı mütləq müalicə həkimi tərəfindən tənzimlənməlidir.